Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvan şəhərində doğulmuş, 1972-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbini, 1977-ci il Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə Azərbaycan E.A. Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirmişdir. 1985-ci ildə Mahmud Kaşqarinin Divanı Lüğat İt Türk əsərinin leksikası və Azərbaycan dili mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1977-1980-ci illərdə Babək rayon Vayxır kənd orta məktəbində müəllim, 1980-1990-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim və baş müəllim, 1997-2002-ci illərdə Naxçıvan Özəl Universitetində dosent işləmişdir. Azərbaycan Xalq Cəbhəsində də AXS Naxçıvan Muxtar Respublika Təşkilatının yaradılmasında geniş fəaliyyət göstərmiş, AXS-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olmuş, təşkilatın Naxçıvan emiri üzrə öncə sədr müavini, sonra sədri, daha sonra isə AXS sədrinin ideoloji işlər üzrə müavini və AXS-nin ideologiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1998-2003-cü illərdə öncə Bütöv Azərbaycan Birliyi sədrinin ideoloji işlər üzrə müavini, sonra isə BAB Mərkəzi Şurasının sədri işləmişdir. Hələlik hamısı çap edilməsə də 20 kitab və 250-yədək elmi məqalə müəllifidir. 8 Higgins kitabın redaktoru olmuş, Sona Rəhimova ilə birgə bir əsəri Ingvar Carlson və Anna Maria Lindgren. Sosial demokratiya nədir? İdeyalar və girişimlər haqqında kitab. Göteborg 2008 İsveçcədən Azərbaycan türkcəsinə tərcümə etmişdir. 2003-cü ilin sonunda İsveçə mühacirət etmişdir. Göteborg şəhərində yaşayırdı. Evli idi, 6 övladı, 4 nəvəsi vardı. Allah rəhmət eləsin. Salam, xoş gördük, dəyərli milli birliklər. Dəyərli Sultan bəy, Allah razı olsun, sağ olun, minnətdaram. Çox səmimi və təsirli bir söhbət elədik. Sizin sözləriniz təbii ki, təkcə təsirli olmaqla qalmır, yəni duyğulara təsir eləmir, həm də bir nəticə çıxartmaq üçün bir ibrətamiz, bir həyat təcrübəsidir ki, ortaya qoyursunuz. Müəllimdən dediniz, mənim yadıma, mənim öz müəllimim düşdü, öz müəllimimi xatırladım. Allah rəhmət eləsin, İsmail Quliyev mənə tarix dərsi deyildi. Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə. Demək, bu tarixlə də biraz daha çox maraqlanırdım və bu bizə həm Azərbaycan tarixindən deyirdi, həm də bu partiya tarixindən. Partiya tarixindən buna o qədər sual verirdim. Kamenev, Zinovyev, Trotski haqqında, bunlarla Stalin arasındakı bu ziddiyyətlər, bunların vurulması, nə bilim, nə bezdirmişdim müəllimi. Axırı bir gün bir sual verəndə də dedi ki, tənəffüsdə vaxtda söhbət eləyərik. Tənəffüsdə uşaqlar çıxdı işə, məni saxladı sinifdə. Biraz danladı məni. Dedi, nə tutmuşsan bu partiya tarixindən, bu Rus tarixindən deyir, əl çəkmirsən, sualları verirsən. Tarixlə maraqlanırsan, get bir Azərbaycan tarixindən sual ver də mənə, nə işin var bu Rus tarixi ilə? Belə düzü duruxdum, belə gözləmədiyim bir məsələ idi. Birdən-birə tarix müəllimindən belə bir şey eşitmək. Danladı ki, adam öz tarixi ilə maraqlanar. Bunlar bizim tarix deyil. İndi Sovet dövründə, haradasa 70-ci, 60-cı illərin sonları təsəvvür edən belə bir sözü demək hər adamın işi deyil də. Haradasa 69, 70 var adı. Nəsə, bunun bu sözü mənə çox təsir elədi və
başladım Azərbaycan tarixi ilə bağlı oxumağa, daha çox maraqlanmağa və oradan mənim o milli bir yol tutmamın psixoloji təməli qoyuldu. İndi siz də ki, deyirsiniz, müəllimlə bağlı ki, o etiraz eləməyiniz, dərsə getməmək, nə bilim, o törənən hadisələr zinciri və sizin daha yaxşı oxumaq haqqında qərar qəbul eləməyiniz. Bu yönəldici bir motivasyon oldu. Bu motiv sizi itələdi, məcbur elədi ki, hamılıqla daha gözəl oxuyasınız və daha yaxşı bir səviyyədə fəaliyyət göstərməyə hazırlanasınız. Bizim millətdə çatışmayan o motivasyondur. Təşkilatlanmanın da təməlində həmin motivasyon durur. Ki, təşkilatlanma olmadan heç bir şey mümkün deyil və təməldə o motivasyon durur. O motivasyon insanları, o stimul insanları irəli götürən, daxili bir generator rolu oynayan bir mahiyyət daşıyır. O olmasa uzağa getmək mümkün deyil. Və bizim o stimulumuz, o motivasyonumuzu öldürüblər. Elə bir səviyyə çatdırıblar ki, biz bitişə çörək haqqında düşünürük və inamsızlıq, nə bilim, nə bizi elə bir hala salır ki, artıq xoş gələcəyə yönəlik şuurlu və məqsəd yönlü bir fəaliyyət əvəzinə bilmirik ki, nə ilə məşğul olaq. Və bizə bu şuurun, bu psixologiyanın aşılanmasında təbii ki, Rus işğalı çox böyük zərbə vurdu. Çar dövründə ki, bizi orduya aparmadılar, hər vasitə ilə ordudan uzaq tutmağa çalışdılar və nail oldular. Sovet dövrünə gəlib çatanda da, indi əsgərlik edənlərin hamısı yaxşı bilir. Bizimkilər əsgərliyə gedirdi, amma hamıda bir psixologiya var idi. Nə cür olursa olsun, mətbəxə düşsünlər, çörək kəsən olsunlar, nə bilim, ta tikintidə olsunlar, amma silah tələb olunan yerə getməsinlər, silahla əsgərlik eləməsinlər, nə bilim, biraz sərbəst olsunlar, istədikləri qədər yeyib içsinlər, neynəsinlər də, bu cür psixologiya. Və bu psixologiya bizim xalqın evini yıxan bir psixologiyaydı. Nədir ki, çar dövründən gələn bizləri orduya aparmamaq psixologiyasının başqa bir şəkildə eybəcər davamı idi. Ona görə bizdə o dədə-baba sistemi qorunmadı. O dədə-baba sistemini yaxşı yaşada bilmədik. İndi o ki, deyirsiniz, türklük ordu deməkdir. Bəli, türklər ordu millət həyatı yaşamış bir toplumdur və tarixdə bu cür yaşayan toplum az olar. Bu cür ordu millət həyatını yaşayan toplum barmaq sayısıdır. Bizik, Monqollardır, bir neçə deyək, bu cür toplum olub tarixdə ki, ordu millət həyat tərzini yaşaya bilsin. O nə idi? Onun o mahiyyəti haqqında bir neçə kəlmə deyim ki, dinləyən dostlarımıza aydın olsun. Hər şeydən əvvəl ordu millət həyat tərzində hər bir insan böyüklük, kiçiklik, qadınlıq, kişilik, hər biri əsgərdir. Əskərlik ayrıca bir peşə deyil. Ümum toplumun, ümum cəmiyyətin bir işidir və hər kəs hər an savaşa hazır olmalıdır. İstənilən saniyədə qadınlı, kişili, gəncli, qocalı silah əldə savaşa girməyə hazır olur ordu millət həyat tərzində. Və bu sistemdə bəlli bir keyfiyyətlər də var idi. Onların bir neçəsini deyim. Hər şeydən əvvəl bu ordu millət sistemi atlı orduya sökənirdi. Hər an at üstündə olsunlar. Amma oturaq mədəniyyətdə ya meşə xalqları içərisində piyada ki, biz yayaq deyirik, yayaq ordu daha ağır idi və bunlar həm də ağır silah daşıyırdılar. Amma türk atlıları həm daha çox atlı dəstə, süvarilər halında təşkilatlanmışdılar, həm də yüngül silahları var idi.
qılıncıdır, yay oxudur. Ən çox budur. Mizraq da olurdu, amma əsas qılıncla yay ox. İkinci, bu ordu millət həyat tərzi daimi idi və müvəqqəti məsələ deyildi. Hər şey bunun üstündə qurulmuşdu. Sülh vaxtında istəyir idman olsun, istər əyləncələr olsun, istər ovlanma anlar olsun, ova getmə. Bunlar hamısı bir ordu əxlaqı ilə, sanki savaşa gedirmiş kimi qurulurdu. Və üçüncü keyfiyyəti, bunlar muzlu deyildi. Muzlu deyildi və eyni zamanda hansısa bir kəsimin ayrıcalığı sayılmırdı. Amma deyək, Avropada, yaxud da Rusiyada, xüsusən Çar dövründə orduya getmək əsilzadələrin işidir. Kəndlilər elə belə, o sıradan insanlar elə belə, uzağı bir sıravi bir adam kimin, gəl otur səngərdə vurur. Amma zabit olmaq, nə bilim, ordunu idarə eləmək yalnız əsilzadələrin işidir. Türklərdə isə bu yox idi. Hər kəsin ki, ağlı, qabiliyyəti var idi, o labıdan başa çıxacaqdı, başa keçəcəkdi. Və xüsusən də ki, milatdan qabaq 1-ci minilliyin ortalarından üzübəri Türk ordusu onluq sistem üzərində qurulurdu. Bu onluq sistem ki, 10, 100, 1000, 10.000 nəfərlərdən ibarət bir tümən halında olurdu. 10.000 nəfərlik bir ordu, bir tüməndir. Və toplum olurdu, Türk tayfası olurdu ki, 1 tümən, 2 tümən, ya 5 tümən döyüşlü çadırdı ortaya. Və burada artıq qəbiləyə baxmırdılar. 10 nəfər düzəlirdi, bir onluqdur və bu onluğun bir onbaşısı seçilirdi. İndi bizim dəyərli Rövşən Qəmbər həmişə bu onbaşı, yüzbaşı, minbaşıdan ki danışır. Və bu qədim Türk ordu sisteminin keyfiyyəti idi. Amma o ordu sistemini itirmişik, ona görə də indi bizdə o psixologiya qalmır. Həsəndir ki, xalq içərisində izləri var. Məsələn, körpə uşağı alırıq, təzəcə anlamağa başlayan körpə uşağı alırıq qucağımıza. Ki, nənəni ak elə, babanı ak elə, əməni ak elə. Ak vurmaq deməkdir qədim dilimizdə. Ak elə, yəni vur. Və buradan akın, yəni hücum sözümüz düzəlib və ondan da akıncı, indiki komandos, özəl tim, xüsusi təyinatlı bir ordu mexanizmi idi ki, bir yeri tutmaq istəyəndə oraya ordu göndərməzdik. Əvvəlcə bir axınçı alayını göndərərdik. Bu axınçılar say seçmən döyüşçülərimiz idi. Gedib vurub geri çəkilərdilər. O, kəşfiyyat xarakterli döyüş üsuludur. Döyüşlə kəşfiyyatdır. Gedirdilər, döyüşürdülər, bir dadışırdılar ki, görək bunların gücü nədir, nəyə çatır. Biraz vuruşub geri dönürdülər. Həm də yıpratma keyfiyyəti daşıyırdı. Yəni, əldən salma, zəiflətmə düşməni. Demək, bir-iki dəfə akıncılar getdi, gəldi, bildilər ki, onların gücü nədir. Ondan sonra ordu gedirdi, ərazini tuturdu. Baxın, həmin mədəniyyət, həmin tərbiyə sistemi indi də qalır. Amma doğru düzgün əməl edirikmi? Yox. Və yaxud deyək ki, aşıq oynardı uşaqlıqda. Deyək ki, siz oynamışsınız. Aşığın müxtəlif oyunları var idi. Bir oyunumuzda qələşəngi idi. Yəni, qala döyüşü idi. Qala döyüşü, bir qala qururduq, saqqaları çıxırdıq, kimin saqqanı vuracaq, ya kim qalanı vurub dağıdacaq. Bu, əslində, bir qalanı mühasirə eləmək, vurmaq, dağıtmaq, qalanın rəhbərliyini vurmaq və s. və ilaxır. Uşaqlıqdan bunu öyrənmək üzərində qurulurdu. Və yaxud uşaqlıqda elə belə oyun oynayırdıq. Yığışırdıq, heç yadından çıxmaz. Bizim məhəlləmizdə, haradasa mən yaşda bir 19 nəfər idik. Eyni məktəbdə oxuyurduq, eyni məhəllədə qalırdıq və öz aramızda çox yaxşı oyunlar oynayırdıq. İndi bizdən böyükləri, bizdən kiçikləri demirəm hələ. Və körpəlikdən gözümü açıb gördüyüm bir sistem idi. Oyun oynayanda 2 nəfər çıxırdı qabağa, hərəsi bir tərəfində dedi, kim mənləndir gəlsin.
və bir çoxları dərhal mövqeyini müəyyənləşdirirdi ki, mən səndənəm, mən o birinə deyirdi, mən səndənəm, hə, dəstə düzəldi, 2 dəstəyə bölündü. Bir də baxırdı ki, ortada bir 2 nəfər qalıb, boynun büküb, deyir, mən kimlənəm? Baxın, 3 insan psixologiyası o körpəlikdən görünən 3 insan psixologiyası ortaya çıxdı. Mən kimlənəm deyəm, qərar qəbul edə bilmir, hətta bir dəstəyə qoşulmağa da başarmır. Mən səndənəm deyən, artıq mövqe müəyyənləşdirdi, dərhal dəstəyə keçdi. Kim məndəndir gəlsin deyənlər artıq liderlik keyfiyyəti olan insanlardır. Və bu təşkilatlanmanın ən ibtidai formasıdır. Təşkilatlanma buradan başlayır. Və bu təşkilatlanmada addım-addım hər kəs sosial status qazanır. Ki, bu sosial statusda bilinir ki, kimin qabiliyyəti nəyə çatır, kim nə işi görə bilər. Və bunun əsasında da addım-addım hər kəs bir-birini tanıyır və bu sosial status qazanmış insanlar artıq təşkilatçı insan rolunda çıxış edir və təşkilatın yaranması ya dəstənin formalaşmasının demək olar ki, başını çəkirlər. Və həmin psixologiya indiki dünyada da aşıq oynamırıq. Sıradan çıxıb, indiki uşaqlar heç aşığı tanımır. Əvvəlcində bilgisayarı, kompüteri tanıyırlar. Amma baxın, bilgisayarda da strateji oyunlar, taktiki oyunlar, hamısı savaş üzərində qurulan. Uşaqların beyninə daha böyük müharibələri, nəinki döyüşləri, hətta müharibələri idarə eləmək psixologiyası və təcrübəsi aşılayır indiki kompüter oyunları. Amma biz bunu kütləvləşdirib doğru düzgün millətə verə bilmişikmi? Yox, hələ ki verəməmişik. Ona görə də çətinlik çəkirik. Və o məsələdəki toxunduz ideyanın həyata keçməsinin o 3 mərhələsi, ora özünüzün dediyiniz o təşkilat məsələsində artırın, 4 mərhələli olsun. Ki, bir ideyanın irəli sürülüb cilalanması, bu bir mərhələdir, bəli. İkinci, bunun gerçəkləşməsi, daha doğrusu kütlələrə mal edilməsi, kütlələrin bu ideyaya yiyələnməsi doğrudur. Üçüncü, artıq gəlir təşkilatlanma. Bu ideyaya yiyələnmiş insanların bu ideyanı gerçəkləşdirmək üçün təşkilatlanması və bundan sonra ideyanın gerçəkləşdirilməsi və gerçəkləşdirilmiş ideyanın da davamlılığı. Bax, mərhələlər bu ardıcıllığındandır. Çünki təşkilatlanma olmadan gedilmir, mümkün deyil. Təşkilatlanma yoxsa ideyanı kim gerçəkləşdirəcək? Hər kəsin ideyası var, amma həyata keçilə bilmir axı. Çünki həyata keçirmək üçün onun təşkilatlanması lazımdır. Və təşkilatlanma toplumun millətə çevrilməsinin zirvə nöqtəsidir. Və indi qismət olar bir gün vaxtda danışarıq, bu millətə çevrilmək üçün ağır bir prosesdir və çox da uzun çəkən bir prosesdir. Ki, burada kültürel mərhələdən başlayan proses, milli kimlik şuuru ki, bütün təməlləri ilə bərabər yetişdirir. Ondan sonra ikinci aşamada, ikinci mərhələdə ideoloji sistemin ortaya çıxıb kütlələrə mal olması və qəbul edilməsi. Üçüncüdə təşkilatlanmanın başlaması. O təşkilatlanma adicə bir kültürel dərnəkdən başlayır, iqtisadi təşkilatlanmadan tutun, addım-addım yüksəlir siyasi təşkilatlanma və ən yüksək forması dövlət. Ki, ən ali təşkilatlanmanın ali forması dövlətdir, ən aşağı forması aşağıdan yuxarı zincirvari bir şəkildə bir sistem yaradır. Allah eləsin ki, bu təşkilatlanma sistemini biz axıra çatdıra bilək və bundan da millətləşmə sürəcimiz sona yetsin. Çünki kültürel mərhələmiz azdan çoxdan var. İdeoloji mərhələmiz var. Siyasi mərhələnin bəlli bir hissəsini gəlmişik. Bax, son yönləridir. Bax, millətləşmənin son aşamasının hətta ikinci yarısındayıq. Bu ikinci yarısında gerçəkləşdirə bilsək, dünya siyasi səhnəsinə bir 50 milyonluq Azərbaycan Türk milləti olaraq çıxıb sözümüzü deyə biləcəyik. İnşallah. Sağ olun, təşəkkür edirəm. Xoş söhbətləriniz üçün. Minnətdaram.
Seller sulayar şakıldayı bakandaya. Seller sulayar şakıldayı boyu yakandaya. Kızlar ona sef bağlayıp bakanda. Kızlar ona sef bağlayıp boyu bakanda. Selam olsun şöfketizeye, elizeye. Benim de bir adım gelsin dilizeye. Selam olsun şöfketizeye, elizeye. Benim de bir oy oy adım gelsin oy oy dilizeye. Yolum senle enkeç oldu. Ömrüm geçti gelemediğim gece oldu. Ömrüm geçti gelemedim oy oy gece oldu. Hiç bilmirem ey güzellerin nece oldu. Hiç bilmirem ey güzellerin ey nece oldu. Bilmez idim döngeler vayar dönüm vayar. İtkinlik vayar ayrılık var oy oy ölüm vayar. Bilmez idim döngeler vayar dönüm vayar. İtkinlik vayar ayrılık var oy oy ölüm vayar. Senin gönlün şad olsun. Dünya boyu ağzın şirin oy oy dad olsun. Dünya boyu ağzın şirin oy oy dad olsun. Senden geçen ey tanış olsun yad olsun. Senden geçen ey tanış olsun yad olsun. Deylen benim oy oy şair oluyum Şehriyar. Bir ömürdür gam üstüne oy oy gam kalaya. Deylen benim oy oy şair oluyum Şehriyar. Bir ömürdür gam üstüne oy oy gam kalaya.